Bu günləri sizin üçün fərqli bir təqdimatla qarşınızdayıq. 8 otaqlı 2 ev layihəli mənzil. Bəli. 5 otaq və 3 otaqlı mənzilin birləşməsi. Çox maraqlı bir variantdır, çox gözəl bir variant alınıb. İstəyirəm bunu sizin üçün təqdim edeyim. Bura 5 otaqlı mənzilimizin xol hissəsidir. İlk öncə 5 otaqlı mənzilimizi göstərəcəm. Və bura xol hissəsi. Belə bir otağımız, geniş hardasa 18-20 kvadrat. Burada növbəti bir otağımız. Yerləşmə yeri çox gözəl dostlar. Razində, Bakıxanovda. Ərazini tanıyanlar bilir. Aygün Multizaret Mərkəzinin yaxınlığı. Bura zalımızdır dostlar. 2 dənə otağın birləşməsi. Arası açılıb, hardasa 40 kvadrat ölçüləri var. 2 mənzilin qiyməti dostlar çox münasibdir. Kim istəsə, onu da qeyd edim ki, yəni ayrı-ayrılıqda da mənzilləri ala bilər. 5 otağı və 3 otağı, yəni bu da mümkündür. Hər ikisinin sənədləri qaydasındadır. Aranı bağlayıb ev sahibi 5 otağı alana 5 otaq kimi, 3 otağı alana da 3 otaq kimi sata bilər. Bura yataq otağımız, gördüyünüz kimi ölçülər 16-17 kvadrat. Çox gözəl mənzildir, döşəmə parketdir əziz dostlar. Sanuzel, sanitar qoşağı ayrı-ayrılıqdadır, gördüyünüz kimi. Dostlar, indi sizə 3 otaqlı mənzili təqdim edəcəm. Buradan bir dənə operatorumuz göstərsin. Ara açılıb, 5 otaqlı mənzilin arası açılıb, 3 otaqlı mənzillə birləşdirilib. İndi 3 otaqlı mənzili sizin üçün təqdim edirəm. Artıq 3 otaqlı mənzilin daxilindəyik, 5 otaqlı mənzilin təqdimatını etdik. 8 otaqlı mənzildir. Sanuzel, sanitar qovşaq. 3 otaqlı mənzildə də eyni. 5 otaqlı mənzildə olduğu kimi döşəməsi parketdir, qazı, işığı, suyu daimidir. Stil sistemi mərkəzidir. Burada istəyirəm qonaq otağını, zalı göstərim, izləyicilərimiz görsün. Belə bir geniş zalımız var, hardasa 20 kvadrat. Geniş ölçülər var, təmiri qaydasında gördüyünüz kimi. Mərtəbəsi də gözəldir, əziz dostlar. 9 mərtəbəli 2 ev layihəli binanın 3-cü mərtəbəsi. Hər iki mənzilin girişi ayrıdır. Və bura mənzilimizin mətbəxtidir. 8 otaqlı mənzildir. Kim istəsə dediyim kimi 5 otağı ayrı, 3 otağı da ayrı ala bilər dostlar. Bura mətbəxdir. 16 kvadrat, 17 kvadrat ölçüləri var. Yataq otağı. Bura mənzilin xol hissəsidir. Bura yataq otağı. Sənədlər tam qaydasında dostlar. Qaz, işıq, su daimi, Razində, Aygün Multizaret Mərkəzinin yanı. Bura 3 otaqlı mənzilin blokdan giriş hissəsidir. Yəni ev sahibi evi birləşdirdiyi üçün 5 otaqla 3 otağın arasını açıb birləşdirdiyi üçün blokdan giriş hissəni bağlayıb. Kim istəsə, yəni buradan qapını yenə də açıb 3 otağı qapısını bərpa eləmək mümkündür. Yəni 3 otağın qapısı buradandır. Kim istəsə, əziz dostlar, bu mənzilin belə deyim də hər ikisini bir yerdə almaq istəsə, hər ikisi bir yerdə 8 otaqlı mənzil, 3 otaqla 5 otağın birləşməsi 388 min manatla satışa qoyulub. Yox, kim ayrı-ayrılıqda mənzillər almaq istəsə 5 otaq 220 min manatla satışa çıxır, 3 otaqlı mənzilimiz də 178 min manatla satışa çıxır. Qərar sizindir, əziz dostlar. Dostlar, nömrəmiz səhifədə var. Buyurun, əlaqə saxlayın. Yerləşmə yerini dedim. Çox gözəl yerdə yerləşir. 252 nömrəli məktəb, bağça, böyük ticarət obyektləri, Aygün Multizaret Mərkəzi, Bakıxanov Ticarət Mərkəzi. Yəni bir sözlə Razinin mərkəzində bu cür gözəl mənzilləri əldə etmək istəyirsinizsə, maraqlıdırsa, nömrəmiz səhifədə var. Buyurun, əlaqə saxlaya bilərsiniz. Allah xeyir versin, zənginizi gözləyirik.